Dizel Santa Fe'lərin artıq başını buraxın qardaşım. Dizel Santa Fe'lərin, Sorrento'ların düzdür. Bir ara həmin o maşınları mən elə özüm tərifləyirdim. Çünki sözün həqiqi mənasında yəni burada qənaət var idi. Amma bu günləri artıq bu maşın, yəni bu Santa Fe 2023 modeli, 2024 yeni modellər əsasən də əlbəttə ki hibridlə, plug-in hibridlə olan bu kimi texnologiyalar daha qənaətlidir. Yəni siz artıq dizeli çəkin bir qırağa. Yəni yaxşı maşınlardır, əladır, hər şey qaydasındadır. Sadəcə olaraq qənaət üçün və yeni model olaraq təbii ki bu maşınlar tamamilə başqa bir şeydir. Və Amerikadan gəlib, Amerikadan gəlmədi, cəmi 3300 kilometr yol gedib. Yəni milə vuranda bunu, yəni Amerikankadır deyə bunu millə hesablayacağıq. Hardasa 2100 mile'dır. Yəni mildir. Panoramik dam deyirəm sizə, panoramik tavan. Yəni sanki amfiteatrdır. Möhtəşəmdir. Və Harman Kardon səs sistemi, hansı ki həmin o Harman Kardonu biz hardan tanıyırıq? Range Rover'dən tanıyırıq. Maşın 4 çəkəndir və razdatkanın da burada görürsünüz də logosunu. Yəni bastınız, razdatka açıldı, 4 çəkir və yaxud da dəyişirsiniz. Sport, Eco, Smart rejim, ağıllı rejimi var və qar rejimi. Maşının əlbəttə ki qiymətini də deyəcəm sizə. Bugünkü gündə bu avtomobilin qiyməti 63.000 Azərbaycan manatıdır. Barter yoxdur. Maşında çox böyük bir bagaj var. Sözün həqiqi mənasında. Bir dənə bunu göstər. Bir dənə bunu yaşayın da. Yəni bu bagajı yaşayın. Və burada hələ əlavə də ciblər var. Buna baxın. Nələr yığa bilərsiniz bura? Məsələn, kateqoriya üzrə nələrisə ayıra bilərsiniz. Ora nələrsə, bura nələrsə, bura nələrsə. Yəni indi özünüz baxarsınız da indi nəyi, nədən ayıracaqsınız. Maşın idealdır. 055 353 42 52. Bax bu nömrəyə zəng eləyəcəksiniz. Bu nömrəyə zəng eləyin, birbaşa avtomobilin sahibi ilə danışın, razılaşın. Əlbəttə ki, avtomobili həm də kredit şərtləri ilə də ala bilərsiniz, lizinqə sala bilərsiniz. Hər halda hər hansısa bir köməkçi, yardımcı bir dostunuz, tanışınız, hər hansısa bir bank olmayan kredit təşkilatı varsa, yəni müraciət eləyin, avtomobili lizinqə salın və alın. Xeyirli olsun.